Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri Cavid Qurbanov, Azərbaycan aşıq sənətinin dəyərli nümayəndəsi, Aşıqlar Birliyinin və Aşıq Şəmşir Mədəniyyət Ocağının üzvü istedadlı ifaçı Aşıq Yaşar Qəhrəmanovun vaxtsız vəfatından dərin hüzün və kədər hissi keçirdiyini bildirir. Bugün Kəlbəcərin yetirdiyi dəyərli aşıqlardan biri Aşıq Yaşar haqq dünyasına qovuşdu. Onun taleyi ağır idi. Özü gözdən əlil olsa da qəlbinin gözü həmişə açıq idi. O gözləri ilə deyil, sazı ilə görürdü. Sözü ilə yaşayır, ürəyi ilə hiss edirdi. Fiziki məhdudiyyəti heç vaxt ona mane ola bilmədi. Aşıq Yaşar bütün varlığı ilə sənətə bağlı idi. Kəlbəcər aşıq müftini yaşatmaq, bu torpağın dərdini, həsrətini, gözəlliyini, sazının səsi, sözünün dili ilə insanlara çatdırmaq onun ömür yoluna çevrilmişdi. O, böyük Dədə Şəmşirin ruhunu özündə yaşadırdı. Sazı əlinə alan kimi ustadın nəfəsi duyulurdu. Sözündə dədənin hikməti, duruşunda onun məktəbi var idi. Yaşar təkcə aşıq deyildi. O Dədə Şəmşir ocağının davamçısı, ustad yolunun sədaqətli yolcusuydu. Bugün sazı sustu, amma sözü susmadı. Bugün Yaşar aramızdan getdi. Amma qoyduğu irs, söylədiyi havalar, yaşatdığı sənət bizimlə qaldı. Ruhun şad olsun. Allah o dünyanı versin. Sazının səsi Kəlbəcərin dağlarında və cənnətdə əbədi səslənsin.